Zahir bəy, tamaşaçılarımızdan biri belə bir sual göndərib. Yazır ki, bir şəxsən ortaq biznesimiz var, indi o mənim payımı vermək istəmir. Məhkəmə uzun çəkəcək deyə çəkinirəm, başqa effektiv yol varmı? Çox təəssüf ki, biznes mühitində də belə hallara rast gəlinir və çox təəssüf ki, belə halların olma səbəbi məhz biznes münasibətlərindən daxil olan tərəflər arasında müvafiq müqavilənin, əməkdaşlıq müqaviləsi olsun, kommersiya müqaviləsi olsun və buna bənzər digər müqavilələrin olmamasıdır. Çünki müqavilə olduğu təqdirdə adətən bu cür problemlər yaranmır. Amma deyək ki, müqavilə var, bu cür problem yaranıb və ya müqavilə yoxdur, tərəflər arasında bu cür problem yaranıb. Bu halda bunun yenə münasibəti gərginləşdirmədən ən yaxşı yolu mediasiyada bunu həll eləməkdir. Amma məsələ bundan ibarətdir ki, mediasiyada icbari xarakter daşıyan yalnız hələ ki iki növ belə deyək də mübahisələr var. Bu, ailə və əmək münasibətlərindən doğan mübahisələrdir. Kommersiya mübahisələri isə yalnız könüllü xarakter daşıdığı üçün tərəflər ikisi birgə şəkildə mediatora müraciət edə bilərlər və ya mediasiya təşkilatına müraciət edə bilərlər. Aralarında yaranmış hər hansı bir anlaşılmamazlığı məhz barışıq yolu ilə, sülh yolu ilə məhkəmədən kənar alternativ şəkildə həll eləmək üçün. Amma bir tərəf buna gəlməyə imtina eləyirsə və ya gəlmirsə və yaxud da ümumiyyətlə könüllü müraciət eləmək istəmirsə, bu halda yeganə çıxış yolu artıq sənədlər, sübutlar əsasında yazılmış iddia ərizəsinə uyğun olaraq məhkəməyə müraciət etməkdən başqa çarə qalmır. Ola bilirmi ki, bəzən hansısa problemlə mediasiyaya müraciət edən adamların problemi orada daha da kəskinləşsin və münasibətləri daha da kəskinləşsin? Olur belə şeylər? Təəssüf ki, belə hallar da olur, olmur deyə bilmərəm və hətta öz icraatında olan işlərdə də buna bənzər hallar olub. Hər bir halda mediator da çalışır ki, münaqişə deyək, yaranmış münaqişə və ya mübahisə mediasiya prosesində sülh yolu ilə həll olsun. Amma buna da hər daim nail olmaq çətin olur, bəzən də mümkün olmur və belə olan hallarda bir də burada məsələ tək mediatordan və ya mediatorun peşəkarlığından və ya peşəkar olmamağından ibarət deyil. Burada həm də tərəflərin nə qədər sülh yönümlü olmağından, tərəflərin nə qədər bu problemi mediasiya prosesində həll etmək istəyindən asılı olaraq dəyişə bilir. Ona görə bu cür hallar olur və yenə də bu cür hallar olsa da belə təbii ki, bunun üçün tərəflərə məhkəməyə müraciət etmək hüququ da tanınır. Ən çox mediasiyaya hansı problemlə müraciət edirlər? Bu müxtəlif olur təbii ki, amma davam edən münasibətlər olduğu üçün ardıcıllıqla götürsək, əvvəlcə ailə mübahisələridir, sonra əmək mübahisələridir. Eləcə də bayaq qeyd etdiyim kimi könüllü olaraq kommersiya münasibətlərindən də bağlı müraciətlər olur. Amma ailəni də soruşsaq ən çox müraciət təbii ki, bu əvvəlcə nikahın pozulması, daha sonra uşaqla ünsiyyət, eyni zamanda da aliment məbləğinin artırılması və son dövrlər alimentin indeksləşməsi barədə Ali Məhkəmə qərar qəbul edəndən sonra alimentin azaldılması ilə də bağlı xüsusilə atalar tərəfindən mediasiya müraciətlərinin sayı artıb. Çox sağ olun Zahir bəy, təşəkkür edirik ətraflı cavablarınız üçün.